Xeyir olsun əziz birinci sinif şagirdləri. Bu gündən etibarən sizlərlə Çınar yayımlarının məsələ həll etməyi öyrəndirəm test kitabçasından sualların izahını öyrənəcəyik. Test 1 ilə başlayırıq. Amma mövzuya keçməmişdən əvvəl mövzunun adına baxırıq. Onun dairəsində toplamaya aid məsələlərdən gedir söhbət və görürsünüz ki, burada asan yazılıb. Yəni bu test 1 asan suallardan ibarətdir. Növbəti ola bilər orta səviyyədə olan suallar olsun. Mən toplamaya aid bir sıra qaydaları nəzərinizə çatdırmaq istəyirəm. Bilirik ki, toplama üstə gəlmə işarəsi ilə yerinə yetirilir. Və nə zaman yerinə yetirilir toplama? Bunun məntiqini anlamaq lazımdır. Məsəl üçün, deyirəm ki, tutaq ki, mənim 2 qələmim var. Anam da mənə 2 yeni qələm aldı. Baxın, bu mənim əvvəlki 2 qələmim. Anam da mənə sonradan getdi 2 dənə də qələm aldı. Mənim bir yerdə cəmi qələmlərimin sayı nə qədər oldu soruşularsa, baxıram ki, mənim qələmlərim artıb da, düzdürmü? Artan bir şey üçün toplama əməli yerinə yetirməliyəm. Yəni əvvəl 2 qələmim var idi, ikisini də anam aldı. Bir yerdə mənim qələmlərimin sayı nə qədər olduğu tapmaq üçün toplamaq lazımdır. Və yaxud da sayırıq bir-bir. 2 dənəsi var idi, 1, 2. Yenidən 2 dənəsini aldı. Bir yerdə hamısı neçə oldu? 1, 2, 3, 4. Saydım. Demək 4 oldu. Və yaxud da məsələn deyir ki, tutaq ki, stolun üzərində 2 alma var idi. Və 3 alma da əlavə elədilər. 2 alma əvvəlcədən var idi. 3 alma da əlavə etdilər. Bir yerdə almaların sayı nə qədər oldu tapmaq üçün. Bunları bir-bir sırayla sayıram. 1, 2 var idi. 3, 4, 5. Bir yerdə sayanda sırayla ardıcıllıqla. Oldu 5 dənə alma. Ya da nə etməliyəm? Bir şeyin üzərinə başqa bir şey əlavə olunanda, sonda onların sayı soruşulanda toplayıram. 2 alma var idi. 3 alma da əlavə olundu. Bir yerdə bərabər oldu. 5 almaya bərabər. İndi birinci sualdan başlayırıq. Elnurun bir saat kolleksiyasında 3 ədəd ağ və 5 ədəd sarı saat var. Elnurun cəmi neçə saatı var? Sual verirəm sizə. Elnurun saat kolleksiyasında uşaqlar neçə dənə ağ saat var? Bəli, doğru cavabladınız. 3 ədəd ağ saat var. Bəs Elnurun saat kolleksiyasında neçə ədəd sarı saat var? Bəli, 5 ədəd sarı saat var. Bunların hamısı bir yerdə neçə saat eləyir? Nə edirik? Toplayırıq uşaqlar. 3-ün üzərinə 5 gəlirik. Olur 8 saat. Baxın, məsələdə də bizdə sonda soruşulurdu ki, Elnurun cəmi neçə saatı var? Bax, cəm soruşulan zaman nə etmək lazımdır? Toplamaq lazımdır. İkinci suala baxaq. Sincab 3 ədəd qoz və bundan 3 ədəd artıq fındıq yığdı. O neçə ədəd fındıq yığdı? Uşaqlar, nə qədər qoz yığmışdı Sincab? 3 ədəd. Gəlin Sincabın yığdığı qozları şəkil olaraq göstərək. Bu bizim qozlarımızın şəkli olsun. 3 ədəd qozdur bu. Bundan da 3 ədəd artıq. Yəni bu olduğu kimi qalır. Bundan da 3 ədəd artıq o deməkdir ki, üzərinə 3 gəlməyə lazımdır. Yəni. Bir yerdə oldu neçə? Sayanda görürük ki, bir yerdə sayını tapan zaman bunların 1, 2, 3, 4, 5, 6 fındıq edir. Yəni biz əslində nə etdik? 3 ədəd qoz var idi. Bundan da 3 ədəd artıq fındıq var dediyi üçün 3-ün üzərinə elə 3 gəldi, bərabər oldu 6-ya. Üçüncü sualda bizə deyir, mağazada 6 qutu qənd və bundan 2 qutu çox şəkər tozu satışdadır. Mağazada neçə qutu şəkər tozu satışdadır? Uşaqlar, sual verirəm sizə. Mağazada neçə qutu qənd satışdaydı? Bəli, 6 qutu qənd. Şəkil olaraq çəkdim. Baxın, 6 dənə dairə seçmişəm. Bu bizim üçün 6 dənə qutunu, 6 qutu qəndi göstərir. Və bundan 2 qutu çox şəkər tozu satışdadır. Yəni bu qənd qutularının sayı olduğu kimi qalır 6 dənə. Və üzərinə də 2 qutu da çoxdur, şəkər tozu qutularının sayını göstərir bu. Bir yerdə neçə qutu oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8 qutu şəkər tozu oldu. Demək, bundan da 2 qutu çox şəkər tozu olduğunu dediyi üçün biz əslində qənd qutularının üzərinə 2-ni gəldik. Bu da bizim şəkər tozu qutularımızın sayıydı. Dördüncü sualda bizə deyir. Amma suala keçməmişdən qabaq bir şəklə baxaq. Burada nə şəkil verilib uşaqlar? Meymun. Meymunun əlində nə var? Banan. Neçə dənə banan var? 2 dənə. Aha, bir qeyd edək. Neçə banan oldu? 2 ədəd banan. Deyir ki, zooparkdakı meymuna 5 banan da verildikdən sonra onun cəmi neçə banan oldu? Əvvəlcə neçə bananı var idi? 2. Biz ona nə qədər verdik? Nə qədər üstünə gəldi onun bananlarının üzərinə? 5 banan. Bir yerdə sayı nə qədər oldu? Tapırıq. 2 üstə gəl 5. Bərabərdir. 7. Deyəsən, siz məndən tez tapdınız bunun cavabını. Baxaq 5-ci suala. Quşlardan 4-ü yuvadadır. Ağacda cəmi neçə quş var? Baxın uşaqlar, biz şəklə baxanda görürük 2 dənə budaq şəkli verilib. Birində quşlar var. Hərəsi bir formadadır. Biri uzanıb, biri baxır bizə, biri də ayağını deyəsən qaldırıb. Neçə dənədir bu quşların sayı? Gözümüzlə gördüyümüz quşlar. 3 ədəddir, düzdür, tamamilə doğrudur.
Burada 3 dənə quş görürük biz. Bəs bizə məsələdə nə deyir? Deyir, quşlardan 4-ü də yuvadaydı. Yəni biz bunun içərisində olan quşları axı görmürük, onlar orada yatıblar. Neçə dənədir onların sayı? 4 dənə. Onda burada cəmi neçə quş var ağacda? 3-ünü görürük. Hələ orada 4-ü də var imiş. Bir yerdə sayını tapanda nə edərik? Toplayarıq, tamamilə doğrudur. Oldu 7. 6-cı sualda bizə deyir, aşağıda verilən məlumatlara əsasən məsələ qurun və həll edin. Bizə görə məsələni qurmağımız üçün hansı məlumatlar verilib uşaqlar? Baxın, deyir ki, 6 qoyun, 4 keçi var, ferma var və cəmi heyvan sayı. Aha, nə edə bilərik? Deyə bilərik ki, fermada 6 qoyun, bəli, siz də deyəsən elə bunu deyirdiniz. Və 4 keçi var. Ferma yəni uşaqlar heyvanların, ev heyvanlarının saxlandığı yer kimidir. Və ən sonda nə soruşa bilərik? Necə məsələ quraq? Nə soruşaq? Məsələdə bilirsiniz ki, sonda bizdən nəsə soruşulur, sonra biz onu gedib tapırıq. Biz indi nə sual verə bilərik? Məsələn, deyir ki, fermada 6 qoyun və 4 keçi var. Əlbəttə biz soruşa bilərik ki, fermada cəmi neçə heyvan var? Aha, biz bunu necə həll edək uşaqlar? Bəli, 6 qoyun varsa və 4 keçi varsa, bir yerdə toplayıb bütün heyvanların sayını tapa bilərəm. 6 üstə gəl 4, neçə edir? 10. 7-ci suala baxaq. Səbinə ad gününə 2 nəfər oğlan və 5 nəfər qız dostunu dəvət elədi. O ad gününə cəmi neçə dostunu dəvət elədi? Mənim suallarıma cavab verin, bir yerdə yazaq. Səbinə ad gününə neçə nəfər oğlan dostunu çağırmışdı? 2 nəfər, bəli. Baxın, 2 yazmıram. Xətlərlə göstərirəm sizin üçün. 5 neçə nəfər qız dostunu dəvət eləmişdi? 5 nəfər, tamamilə doğrudur. Gəlin qızları da qırmızı rənglə göstərim mən. Bir yerdə neçə nəfər dostunu çağırıb? Bunların hamısının sayı nə qədər edər? Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7. Aha, deməli 7 dostunu dəvət edib. Əslində biz burada neynədik? 2 nəfər oğlan var idi. Hələ üstə gəl 5 nəfər də qız çağırıb. Bir yerdə cəmi 7 nəfər dostunu çağırıb. Baxaq 8-ci suala. Pambıq sahəsindən əvvəlcə 2, sonra isə 4 torba pambıq yığıldı. Cəmi neçə torba pambıq yığıldı? Eşidirəm, artıq demək istəyirsiniz ki, deyəsən bizdən cəmi soruşulan zaman toplayırıq. Tamamilə doğrudur. O zaman suallarıma cavab verərək bir yerdə həll etməyə çalışaq. Pambıq sahəsindən əvvəlcə neçə torba pambıq yığılmışdı uşaqlar? Bəli, doğrudur. 2 torba pambıq yığılmışdı. Və sonra nə qədər bunun üzərinə əlavə elədilər? Bəli, 4 torba da pambıq əlavə olaraq yığıldı. Bir yerdə sayı nə qədər oldu bu pambıqların, pambıq torbalarının? 2 üstə gəl 4, 6 edir, bəli. 9-cu sualda, baxaq görək bizə şəkil verib bu məsələdə. Nə şəklidir bu uşaqlar? Səbətlər görürük. Səbətlərin içərisində də qarpızlar var. Əsil mövsümüdür. Baxaq, məsələdə bizə deyir, yemiş səbətlərinin sayı qarpız səbətlərinin sayından 5 ədəd çox olarsa, neçə yemiş səbəti olar? Onda biz baxaq sayaq bu qarpız səbətlərinin sayı, görək nə qədərdir? 1, 2, 3, 4. 4 ədəd qarpız səbəti var. Yemiş səbətləri bundan nə qədər çoxdur uşaqlar? 5 ədəd çoxdur, yəni 4-dən 5 ədəd çox olan ədədi tapmaq üçün mən 4-ün üzərinə 5 gəlməliyəm. Necə edir? 9. Bu nəyi göstərir? Niyə 4-ün üzərinə 5 gəldi? Çünki deyirdi ki, yemiş səbətləri qarpız səbətlərindən 5 ədəd çoxdur. Biz nəyi tapmış olduq? Neçə yemiş səbəti var onun? 9 ədəd yemiş səbəti var. 10-cu suala baxaq. Ayağın boşqablardakı konfetlərin hamısını qutuya qoyarsa, qutuda cəmi neçə konfet olar? Baxaq, bizə 2 boşqab verilib. Sarı konfetlər var, mavi konfetlər var. Sayaq sarı konfetləri neçə ədəd sarı konfet var? 1, 2, 3, 4. 4 ədəd sarı konfet var. Düzdür. Baxın, bunları düzəcək indi. Ayağın hamısını qutuya qoyacaq. 4 ədəd sarı konfet. Gəlin, hətta mən rəngindən göstərim. Çünki bəzi şagirdlər toplamanı başa düşmür. Şəkillə göstərəndə başa düşür. Baxın, 4 ədəd sarı konfet. Əlavə mavi konfetləri də sayaq. 1, 2, 3, 4, 5, burada 6. 6 dənə də mavi konfet var. Gələk düzək yanına. Çünki onsuz da bunların hamısını bir yerdə nəyə qoyacaq dayan? Qutuya. Bir yerdə sayaq görək nə qədər edir bu konfetlər? Neçə konfet qoyacaq qutuya? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli biz neynədik? 4 ədəd sarı konfet var idi. Üzərinə də gəldi 6 ədəd mavi konfetləri. Bərabər oldu 10 konfet. Bunların da hamısını ayağın qutuya düzəcək.
Gedək, baxaq 11-ci məsələdə bizə nə deyir? Deyir ki, 11-ci məsələdə 12, 13, 14-cü məsələləri aşağıdakı şəklə əsasən həll edin. Bizə şəkildə nə verilib uşaqlar? Baxırıq ki, uşaqlar parkda əylənirlər. 2 ədəd uşaq görürəm burada yerləncəkdə yerlənirlər. 2 ədəd uşaq görürəm burada sürüşkəndə oynayırlar. 2 ədəd uşaq görürəm burada halqa ilə oynayırlar. 3 ədəd uşaq görürəm torpaqla, qumla oynayırlar. İndi gedək baxaq görək sualda bizdən nə soruşulur? Qumla və halqa ilə oynayan uşaqların ümumi sayı neçə nəfərdir? Uşaqlar qumla neçə nəfər oynayırdı? Baxaq. Gördüyünüz kimi qumla oynayan uşaqlar buradadır, 3 nəfərdirlər. Gəlin göstərək. 1, 2, 3 dairə çəkdim. Bəs halqa ilə oynayan uşaqlar nə qədərdir? 2 nəfər. Gələk yanına da halqa ilə oynayan uşaqları dairə ilə göstərərək 2 dənə dairə çəkək əlavə. Ümumi neçə dairə çəkdim mən uşaqlar? Sayaq. 1, 2, 3, 4, 5. Yəni demək ki 5 nəfər cəmi 5 nəfər, ümumi sayı 5 nəfərdir bu uşaqların. Yəni burada həm halqa ilə oynayan, həm də qumla oynayan uşaqların sayı var. Mən nə etdim əslində? Mən əslində qumla oynayan uşaqların sayının üzərinə halqa ilə oynayanlar gəldim. Oldu 5 nəfər. Demək toplama əməli görürsünüz. Baxın belə yerlərdə bu toplama əməli istifadə olunur. Sonra bizə deyir, sürüşkəndən istifadə edən uşaqların yanına 4 uşaq da gələrsə cəmi neçə uşaq olar? Sürüşkəndən neçə nəfər uşaq istifadə edirdi ki? 2 nəfər. Gəlin bunu dairə ilə göstərək. 2 nəfər. Yanına hələ bunun 4 uşaq da gəlir. 1, 2, 3, 4. 4 dənə də dairə çəkdim. Ümumi sayı nə qədər oldu bu uşaqların? 1, 2, 3, 4, 5, 6. 6 nəfər imiş sən demə. Yanına 4 nəfər də gələndə olur 6 nəfər. 2 nəfər var idi. 4 uşaq da gəlsə üstünə, sayı artır uşaqlar yoxsa azalır uşaqların? Bəli, artır. Əlavə uşaq gəldi axı. O zaman nə edirik? Toplayırıq, olur 6 nəfər. Dünən yerləncəkdən 14-cü suala baxıram. Dünən yerləncəkdən bugünkündən 6 nəfər çox uşaq istifadə etdi. Dünən neçə uşaq yerləncəkdən istifadə elədi? Əvvəlcə baxaq yerləncəkdə, indi hazırda, yəni bugün neçə nəfər var? Görürük ki 2 nəfər var. Deyir ki, dünən bu 2 nəfərdən də 6 nəfər çox idi. Onda deməli mən 2-nin üzərinə 6 gəlməliyəm ki, dünən yerləncəkdən neçə nəfər uşaq istifadə edib onu tapım. 8. Yəni əgər deyirsə məsələn dünən 2 nəfər, bugün 2 nəfərdir yerləncəkdən istifadə edən uşaqlar. Dünən bundan çox idi. Biz ilk növbədə düşünürük. Çox imiş da dünənlər uşaqlara say. Onda nə etmək lazımdır çox olanda toplamaq. Oldu 8 nəfər.